Sövdümalı kişinin həyətidir bura. Qəzənfər müəllim o vaxtı Zaur Rızayevlə bu həyətdə görüşüb. Həmən o vacib məqamlar Sövdümalı kişinin bu görəsi olduğumuz evin qalıqlarıdır indi. O zaman evdə görüşüblər və o müzakirələr burada olubdu. Buradan beləsini mən istəyirəm ki, o detalını, o məqamları Qəzənfər müəllim özü bizə izah eləsin və izləyicilərimizə də bəlli olsun məsələ. Əvvəl bütün izləyiciləri salamlayıram və şəhidlərimə rəhmət oxuyuram. Allah dilimizdən onlara rəhmət, minnətdarlıq dualarımızı əski eləməsin. Cənab Ali Baş Komandana, bütün qazilərimizə, müzəffər ordumuza, qalib dövlətimizə eşq olsun. Bəli. Bu günləri biz Vazin kəndinə gec olsa da güc oldu. Deməli 92-ci ilin oktyabr ayının əvvəlində mən icra hakimiyyətinin birinci müavini kimi gəldim. Kəlbəcər tərəfdən Laçına bura gəldim və Vağazində yerləşən bu rəhmətli kişinin evində Zaur Rızayev, o vaxtı Sövdümalı kişinin evində Zaur Rızayevin oturduğu yeri, idarə etmə yeri buraydı. Çünki mənim yadımdadır ki, ştab olurdu Pirzanda, Pirzan kəndində. Siz Bakıdan hansı istiqamətdə daxil oldunuz? Yox, mən Taxta körpüdə yaşayırdım. Ağzəbəddə. Bəli. Oradan Kəlbəcər yolu ilə gəldik, Murovdan açdıq, Kəlbəcərdən gəldik bura. Və burada da biz gəldik, o vaxtda da ştab Pirzandaydı, general özü oldu, general deyildi, o vaxt sonra aldı. Polkovnik özü burada otururdu, Zaur Rızayev. Topçular da Vağazin Təzəkət tərəfdəydi, topçular. Və gəldim bura, mən bura gələndə, mən onunla məqsəd oydu ki, ümumiyyətlə müdafiənin vəziyyəti, gələcəkdə torpaqlarımızın o işğalda olan hissəsinin azad olunması haqqında müzakirə edəyəm və müxtəlif onlara mən rayonun qalxozlarından yardımlar etmişdim. Və onların bağlı sənədlər gətirmişdim, verəm ona ki, nəzarət eləsin. Bura gələndə mən həyətdə gördüm 2 dənə Laçında yaxşı tanıdığım uşaq. Allah rəhmət eləsin, ikisi də şəhid oldu. Allah rəhmət eləsin. Biri Budulaydı, Cağazurdan, Əhmədov bəylərinin oğluydu, Elham ona Budulay deyirdi. Yəni Budulay filmdən götürülmüş, çox cəngavər, qoçaq bir oğlanıdır, igid bir oğlanıdır. O birisi də deməli Mətləb, Həsənov Mətləbidir, ona Akif də deyirdilər, sənətdə adı da Həsən Akif. Qoşa da varmış Həsənov, yəni. Bəli, Həsənov, o Mətləbi daha yaxından tanıyırdım. Mətləb mənə gördüm, utana yaxınlaşır. Mən Səlimov Vakif rəhmətli ilə gəlmişdim bura. O zaman polis rəisi idi. Bəli, polis rəisi idi. Onlar da yerləşdirdilər Şahbaz müəllimin kəndində şeydə. Nəysə, mən ona görə də o Akifdən biraz aralandım, bu uşağa yaxınlaşdım. Belə elədim ki, nə olub, yaxınlaşdı. Nə məsələdir? Qəzənfər müəllim, bəs vallahi belə sizə deyim, biz gəlirik, general bizi qəbul eləmir. Biz Laçın boşdur, ermənilərin qüvvəti çox zəifdir. Polislə də danışmışıq. Polis də o tərəfdən, biz də buradan Tığıqdəyik. Bizim uşaqlar Tığıqaya qədər gediblər. Gedər Laçın şəhərini alaq, oturaq Laçında. Mən buna dedim ki, mən generala deyəcəm, səni